Salam əziz dostlar, bu günləri sizi istəyirəm Linux Mint 22.1 yenilənməsi olan Xia adlanan bu yenilənməni tanış edib və ümumiyyətcə həmçinin də baxaq görək Linux Mintdə bizi yeni nələr gözləyir və ümumiyyətcə bu əməliyyat sistemi kimlər üçün sərfəlidir. Hal-hazırda interfeysdə bəzi sıxlıq və dəyişikliklər olub, amma ümumən götürəndə kimlər ki əvvəlki versiyadan buna keçir, onlar üçün ciddi bir fərq yoxdur. Ümumən Linux Mint haqqında danışacağam. Təbii ki, distributivlər çoxdur. Siz məsələn Ubuntu-da istifadə edə bilərsiniz, Debian-da istifadə edə bilərsiniz, kim necə xoşlayırsa. Mən təbii ki, Linux Mint-i daha çox xoşlayıram, çünki çox rahat interfeysi var və kimlər daha öncə kompüter işlədibsə, o adamlar üçün bu interfeysdə nəsə iş görmək daha rahat olur. Və hal-hazırda məndə Linux Mint təbii ki, VirtualBox üzərindən belə deyək də videonu çəkirəm. Belə özündədir Linux Mint zaten sistem. Sadəcə orada o artıq həddindən artıq çox proqramlar yüklənib və məsələlər var deyənə. Ona görə də təmiz Linux-dan göstərmək istəyirəm. Yəni belə deyək də sıfırdan olan Linux. Harada ki siz açılan kimi görürsünüz burada bizə Welcome to Linux Mint yazılır. Biz keçərək burada desktop colorları dəyişə bilərik. Bu təbii ki bizim monitorumuzun rəngini biraz sarı fason və yaxud göy fason və yaxud hansısa bir rəng eləmək üçündür. Snapshot sistemi var, aradakı sistemi snapshotlar eləyə bilərsiniz ki, daha sonra sistemdə hansısa bir problem olsa, hansı ki Linux sistemi ümumiyyətlə çox gec olan bir şeydir, amma yenə də siz snapshot eləyə bilərsiniz. Driver Manager-da yəni mövcud olan driverləri yeniləmək üçündür. Documentation təbii ki baxa bilərsiniz kimləri maraqlandırırsa. Ümumən biz baxa bilirik interfeys necədir. Interfeys ümumiyyətlə Linux Mint-də demək olar ki Windows kimidir. Demək olar ki Windows kimidir, amma Windows-dan fərqli olaraq Linux daha çox imkanlar verir ki, sən ekranda nəyisə edit eləyəsən, nəyisə dəyişəsən, hansısa customizasiyalar eləyəsən, yəni bu imkanlar daha doğrusu Linux sistemlərindən daha çoxdur. Təbii ki, bu Mint-də də öz yerini tutur. Görürsünüz, daha large və yaxud larger eləyə bilərsiniz, small eləyə bilərsiniz, seçə bilərsiniz, vertikal ya da horizontal bunların düzülməsidir. Təbii ki, horizontal seçsəniz bu qaydada düzülür. Hər bir şeyi burada belə deyək də bir növ eləmək olur. Sortirovkada təbii ki, seçə bilərsiniz. Rezerv sortirovkada bu məlum məsələdir. Ümumən burada belə bir scroller var, səhv etmirəmsə, bəli, ara, yəni bunların arasında olan məsafəni dəyişir. Yəni çox güclü customizasiya var. Ümumən File Explorer-i çox sadədir. Ümumiyyətlə Linux sistemində C diski və yaxud D diski, Y diski belə şey yoxdur. Birbaşa belə deyək də sistemdir, birbaşa artıq diskdir, bir diskdir və onun içində təbii ki bir növ belə deyək də kataloqlardır, kataloq kimi gedir. Burada papka yoxdur, kataloq gedir və görürsünüz hər bir kataloqun içində məlumatlar, yəni lazım olan məlumatlar var. Burada təbii ki bölümlərin hər birinin mənası var. Bunları indi bir-birdə sadalamayacağım. Məsələn, home bölümü əsasən bizim belə deyək də home, yəni əsas yəni ekranda olan və yaxud hansısa nəsə yüklədiyimiz fayllar falan, hamısı bunlar təbii ki bizim bax əyənləri mən də test user seçmişəm və burada görürsünüz. Bütün fayllarımız burada olur. Bir növ bunlar hamısı məsəl üçün burada olur. Əgər bizim başqa userimiz də olsa, yəni bu home bölümündə biz test 2 useri olsa əgər, onu da görəcəyik təbii ki. Və ümumiyyətlə burada kataloqlar bu qaydada gedir. Bir növ ağac kötükləri kimi gedir. Sistem ümumi sayılır, yəni burada, yəni də deyirəm, C diski, D diski söhbəti yoxdur, amma belə siz əlavə hansısa hard disklər qoşa bilərsiniz. Onlar ayrı bir cihaz kimi görünəcək, yəni onu da C və yaxud D diskinə bölmək olmaz. Birbaşa cihazın özünü qoşursan və birbaşa, məsəl üçün SSD ya da hard disk öz qoşulur. Artıq orada hansısa diskləri ayırmaq söhbəti yoxdur, sadəcə kataloqlara bölünür. My Computer'da biz baxdıq, bizə hal-hazırda VirtualBox olduğuna görə burada görürsünüz, hamısı virtual hard diskdir, file sistemdir, bunlar var. Standart olaraq üstündə verilən browser Firefox-dur. Firefox browser birbaşa nativ browserdir, bütün Linux-larda gəlir, demək olar ki, çoxunda Firefox gəlir. Software Center var burada, harada ki biz, belə deyək, bir növ Google Play Market kimi bir şey, haradan ki biz lazım olan softu yükləyə bilərik, yəni proqramları yükləyə bilərik, hansı ki bizə çox rahatçılıq yaradır. Windows-la müqayisədə bu sistem daha sürətlidir və daha az, belə deyək də, bir növ RAM tələb eləyir. Sistem infoda biz baxa bilərik. Hal-hazırda düzdür, məndə burada məlumatları göstərir, əməliyyat sistemi və RAM prosesor falan peşməkan bunları göstərir. Amma məsəl üçün sistem monitoru biz açsaq, burada biz proseslər arasında görə bilərik ki, hal-hazırda 1.6 GB RAM istifadə olunur. Təbii ki, mən burada nəzərə alsaq ki, software
Center'da açmışam və normalda stokda, yəni sadəcə dayananda kompüter 1.1 biz bunu terminaldan da təbii ki baxa bilərik. Burada təbii ki terminal çox adama qorxulu gələ bilər. Deyə bilər ki, "O, terminal nədir? Burada nəsə yazmaq lazımdır, nəsə əlləşmək lazımdır." İnanın ki, bunu kim bilmirsə, kim ümumiyyətlə terminal işlədə bilmirsə, öyrənməyə çox dəyər, çox dəyər. Və burada elə də çətin bir şey də yoxdur. Yəni çox sadə gedir hamısı. Bütün kodları əzbərlədikdən sonra, məsələn, adicə məsəl üçün hashtop yazıram və görürsüz bu proqram məndə olmadığına görə mənə deyir ki, sudo apt install hashtop elə. Məsəl üçün sudo apt install top eləsəm və parolu daxil edirəm və gördüyünüz kimi onun yüklənməsi getdi. Artıq mən hardansa gedib o proqramı yükləməli deyiləm. Sadəcə olaraq yazdıqdan sonra yükləndi və birbaşa terminaldan bunu aça bilirik. Sistem haqqında məlumatlara baxa bilirik. Prosesor demək olar ki, istifadə olunmur. Görürsünüz, özü üçün yəni dayanıb, hal-hazırda biz açdığımız. RAM görürsünüz 828 MB-a düşdü artıq. Çünki az öncə mən açdığım informasiyalar olan yer özdə bir müəyyən qədər belə deyək də resurs aparır. Və hal-hazırda 808 MB RAM istifadədədir. Gördüyünüz kimi prosesorda demək olar ki, istirahətdədir. Windows'dan fərqli olaraq, Windows'da ümumiyyətlə bilirsiniz, servislər var, hansı ki internetə nəsə göndərir, Microsoftda nəsə göndərir, Microsoftdan nəsə qəbul edir və təbii bunlar da bizim kompüterimizin resursların belə deyək də istifadə eləyir. Resursların istifadə eləyir, həmçinin də bizim bir çox ekranda gördüyümüz məlumatları Microsoft tərəfindən, ümumiyyətlə bizim datalarımızın bir çoxu Microsoft tərəfindən görülə biləndir. Müəyyən məsələlər var ki, bunlar görülə biləndir. Amma Linux sistemləri ümumiyyətlə mərkəziyyətsiz sistemdir və hansısa kimsə sizin əməliyyat sisteminizdə hansısa nəyisə izləmir, sizin hərəkətlərinizi və yaxud hansısa bir məlumatlarınızı izləmir. Burada sadəcə olaraq əgər özünüz istəsəz hansısa bir datanın göndərilməsini seçə bilərsiniz, o da müəyyən proqramlarda. Burada görürsünüz, burada bizə yenilənmələr avtomatikdir, parol daxil edirik. Burada bəli, parol sistemi olduğuna görə biz hər proqram yükləyəndə hansısa bir sistemə aid, yəni birbaşa autentifikasiyaya aid proqram yükləmək istəyəndə təbii ki, bizdən parolu istəyir. Bu da Linux sisteminin təhlükəsizliyinə görə var bu və autentifikasiya eləyək. Burada gördüyünüz kimi biz bir növ seçə bilərik hansı serverdən bizə yenilənmələr gəlsin. Yandex.Team pis deyil, mən Yandex.Team seçirəm burada və məsəl üçün bazıda da seçə bilərik hansısa başqa bir Azərbaycan serverləri var burada. Bəli, Azərbaycan serveri var, seçə bilərik. Apply, click və yeniləyirik cache. Və budur. Cache yenilədiyi artıq proqramlar daha tez yüklənə bilər. Çünki Rusiya bildiyiniz kimi bizə yaxındır və Azərbaycanda təbii ki, öz serveri də var. Digər məsələlər, burada nələr var? Aksesuar bölümündə arxiv menecer var. Bildiyimiz kimi zip var bu arxivləri açmaq üçün. Kalkulyator var. Sadə kalkulyatordur, çox yaxşı kalkulyatordur. Belə bir kalkulyator və istifadə edib hansısa bir hesablamalar aparmaq olar. Təbii ki, disk bölümündə biz diskləri görürük. Burada disklər hansısa bir belə deyək də hissələrə ayrılıb. Burada partition əsas hissə görürsünüz X4-dür. Ümumiyyətlə Linux sistemləri əsasən X4 istifadə edilir. Düzdür, BTRFS də istifadə edilənlər var, amma belə məsəl üçün standart olaraq X4-dür və burada görürsünüz bir dənə FAT var, hansısa UEFI partitiondur və 1 MB-lıq da burada hansısa bir yer var ki, boş qalıb bu. Bu yəqin ki, sistemə belə lazımdır. Ya da ki, ümumiyyətlə SSD diskin və yaxud ümumiyyətlə diskin hansısa bir məlumatlar burada qala bilər. Və budur, gördüyünüz kimi burada biz hər şeyi görürük. X4-dür, Mountain File System root, yəni root kimi, ümumi sistem kimi. Mən burada ayırmamışam. Məsəl üçün, mənim öz sistemimdə data və sistem ümumiyyətlə root və data ayrı-ayrıdır. Swap razdeldir. Təbii ki, swap hissədə ayrıdır. Yəni, bu sadəcə olaraq test olduğuna görə mən burada bununla əlləşib bunu ayırmamışam və sadəcə olaraq biz buna üzdən baxırıq. Biz dərinliyinə girmirik hələ ki Linux'ın, çünki dərinliyinə girsək çox zırıltıdır, yəni o videonu çəkib tutarmaq olmaz. Çox vaxt aparan şeydir. Files bölümüdür. Təbii ki, bildiyiniz kimi Manager'dır, Image Viewer'dır və var burada Password and Case var, Screenshot eləmək var. Proqramlar çoxdur ümumiyyətlə. Bir dənə oyun problemləri həqiqətən də burada var. LibreWriter var burada. Tamamilə pulsuz Office proqramıdır. Doc faylları açmaq üçün. Bilirsiniz də, yəni belə bir Microsoft Office proqramları kim işlədirsə, burada da LibreOffice var. VBS 365 də var. O da təbii ki var, amma biz onu istifadə eləmirik. Mən özüm elə Libre-onu istifadə edirəm və Software Manager-də ümumiyyətlə bizdə nələr var, ona baxaq. Hazır proqramlar yüklə bilərik. Artıq bizdə ümumən Linux Mint özü Flat Hub-ı belə deyək də birbaşa öz proşifkasına deyək də bir növ installation-ına artıq daxil etdiyinə görə biz artıq Flat Hub-dan da olan proqramları Software Manager-da görürük və oradan təbii ki yükləyə bilərik. Burada məsəl üçün müəyyən proqramlar var. Photoshop-a əvəz eləyə biləcək proqram var həqiqətən də.
Mən özüm o proqramdan istifadə edirəm. GIMP-dir, baxın bu. GNU Image Manipulation proqramdır. Bu proqram həqiqətən də, yəni Photoshop sevənlər üçün ola bilər ki, burada əlverişli bir şey olsun. Kimlər ki, Photoshop sevir, Photoshopda işlər görür. Amma özü zamanı dəyişib tamamən. Süni intellekt olandan sonra Photoshopa çox da ehtiyac yoxdur. Artıq demək olar ki, Androiddə olan bəzi proqramlar var ki, sən şəkil atırsan və istədiyin şeyi eləyir. Heç bir zülüm çəkmədən, heç bir problem yaşamadım. Burada təbii ki, biz proqram adını yaza bilərik. Məsəl üçün, Telegram yazıram. Telegramı görürsünüz, burada cürbəcə versiyalar var. Var Telegram, var Materialgram, var Katogram, Kotatogram da çox məqsədlidir. Hər üçün istifadə edirəm açığı mən öz Linux-unda və var burada yükləyə bilərik və başlaya bilərik. Artıq Telegramımızı bura quşub istifadə edə bilərik. Yəni, harasa getmək, sayta getmək, hansısa Google-da axtarmaq zad lazım deyil. Özünün software meneceri var, harada ki, tam təhlükəsiz qaydasında götürə bilərsiniz. OBS Studio var. Təbii ki, Steam də var burada. Səhv etmə. Burada yoxdur daha doğrusu. Steam-i yükləmək olur. Bəli, Steam-i yükləmək olur. Burada oyunlardan əsasən mən bir dənə Counter-Strike-ı gördüm, ən yaxşı oyun. Hansı ki, Linux sistemində açır. Hətta mənim, məsəl üçün, zəif video kartım da Linux sistemində maksimal performansını verə bilirdi o oyunda. Mən o oyun niyə oynadım? Yüklədim ki, görüm həqiqətən də, görüm vəziyyət neyədir. Həqiqətən gördüm. Sadəcə olaraq bilirsiniz, Linux sistemi pullu sistem olmadığına görə, tamamilə pulsuz sistem olduğuna görə bir çox pullu proqram istehsal eləyən belə deyək də bir növ saytlar və yaxud şirkətlər Linux-a maraq göstərmir. Çünki onlara maksimal şəkildə pul qazanmaq lazımdır. Məsəl üçün, açar satır sənə, nə bilim, 1 illik açar alsan, 5 illik açar alsan, burada tamamilə pulsuzdur. Ümumiyyətcə, burada sizdə qıraqda çıxmayacaq hər dəfə ki, sizin açarınızın vaxtı bitdi. Çoxu bilirsiniz, o fake açarı işlədən adamlar olur. Windows'da məsəl üçün KMS nəzərdən sındırırlar. Yəni bu şey bunu sındırmağa ehtiyacı yoxdur. Zaten açıq əməliyyat sistemidir. Hər şeyi özünüz yoxlaya bilirsiniz. Hər bir məlumat əlçatandır. Yəni sistemin admini özünüzsüz. Yəni Microsoft yox, sırf özünüzsüz sistemin admini. Və təbii ki, pullu proqram buraxan şirkətlərə mi deyək, ya onlara mı sərf eləmir ki, pulsuz əməliyyat sistemində, əməliyyat sistemi tamamilə pulsuz olduğuna görə pulsuz əməliyyat sistemində hansısa bir proqramlar eləsinlər və insanlar oradan pulsuz istifadə eləsin. Onlar sadəcə olaraq pul qazanmaqla məşğuldur. Amma burada olan təbii ki, proqramı əsasən də böyük bir Linux belə deyək də, hər bir kəs Linux proqramisti ola bilər, hər bir kəs proqram yazıb açıq mənbələrdə qoya bilər onu və təbii ki, onu eləyən proqramistlər çoxdur, hansılar ki, xoşlayırlar proqram düzəltməyi, hansısa təminat qurmağı və onlar təbii ki, bunu edirlər. Burada təbii ki, keyboard bölümü də var. Keyboard bölümündə biz Azərbaycan dilini əlavə eləyərik. Mən ən sevdiyim funksiyalardan biri isə burada odur ki, burada belə bir şey var. Use same layout. Ən sevdiyim şey budur. Bunu əgər biz belə qoşuruqsa, hər bir pəncərənin özündə, məsəl üçün, əgər mən bu pəncərə tutaq ki, mən əgər Firefox-u açmışamsa, bu Firefox-da məsəl üçün rus dilində yazıramsa, tutaq ki, rus dilində yazıramsa, Chrome-u açıramsa, Chrome-da axırıncı hansı dili istifadə eləmişəmsə, o dili avtomatik çevrilir. Yəni, yazı dili özü çevrilir başqa dilə. Məsəl üçün, burada Rus və yaxud Azərbaycan əlavə eləyə bilərik. Və təbii ki, özü dəyişir. Yəni, yadında saxlayır ki, sən Firefox-da rus dilində yazırsan və yaxud Chrome-da ingiliscə yazırsan və təbii ki, sən də o istiqamətdə olan sırf o dili özü avtomatik olaraq təyin edirsən. Hər dəfə artıq dil dəyişməli deyilsən. Yəni, belə deyək də, bir növ layout-u dəyişməli deyilsən. Yazı yazma tipini dəyişməli deyilsən və bu rahatçılıqla baş verir burada. Hansı ki, bu funksiya həqiqətən də çox lazımlı funksiyadır. Çox vaxt olur ki, məsəl üçün, mən bir Telegramda rus dilində yazmalı olan, bir Telegramda ingilis dilində yazmalı olan və bir digər Telegramdan o birisi Telegrama keçəndə bilirsiniz də, hər dəfə dil dəyiş falan, bu məsələlər olmağı üçün avtomatik bunu qoşursan və özü yadında saxlayır ki, sən hansı Telegramda, məsəl üçün 5 dənə Telegramın varsa, hansında rusca yazırsan, hansında Azərbaycanca, hansında ingiliscə və ona uyğun olaraq sənin üçün təyin eləyir, dili avtomatik təyin eləyir. Bluetooth Manager var, Bluetooth idarə etmək üçün. Belə Nastroyka bölümündə ümumiyyətlə nələr var, seçənəklərdə nələr var, baxaq. Effektlər var. Burada effektlər qoşa bilərsiniz təbii ki, nə bilim, hansısa maraqlı özünüz üçün animasiya var. Düzdür, mən bunu söndürəm, mən əsasən animasiya çox maraqlandırmır. Şrifti burada istədiyiniz kimi regulov eləyə bilərsiniz. Məsəl üçün, böyüdə bilərsiniz, balacalada bilərsiniz, hansısa dokumentlərin şriftin, Windows title, məsəl üçün, Windows başlığının şriftini dəyişmək olar. Məsəl üçün, select görürsünüz, burada başlıqda olan bu böyüdür və yəni bunu istədiyiniz qədər böyüdə bilərsiniz. Məsəl üçün, ola bilər ki, kimsə gözdən zəif ola bilər, onun üçün böyük şrift eləmək burada vacibdir. Windows'da bilirsiniz, bunlar hamısı çox böyük bir, belə deyək də, əziyyət tələb eləyəndir və əlavə soft yükləməlisən, hansı patch yükləməlisən. Dark temalar var, dark var burada, light var.
və bunu seçə bilərik hansısa rəng. Məsəl üçün bu rəngə seçdiksə fikir versiniz. Baxın, bura baxın. Rəngləri dəyişə bilirik. İstədiyimiz hansısa paqqaların rəngi, məsəl üçün bu rəng olsun və yaxud göy rəng olsun və yaxud belə bir rəng olsun. Seçirik. Dark rejimi seçə bilərik və tamamilə qaranlığa keçirik. Light rejimdə biz artıq elə bir gündüz kimə hansı xoşdursa. Mən əsasən dark işlədirəm. Təbii ki, mühüm temalarda yükləmək olur, stillər yükləmək olur. Mən indi burada tema yükləməklə hərəkətləşmək istəmirəm. Çünki yenə də deyirəm, Linux-in hər bir şeyi ayrı-ayrılıqda nə qədər vaxt aparan şey deyir. Biz sadəcə olaraq üzdən baxırıq. Başqa nələrimiz var burada bizim? Var account detail. Burada öz accountımız haqqında şəkil qoya bilərik. Məsələn, gül şəkli, pişik şəkli, nə istəsək. Var burada, ümumiyyətlə seçənəklər çoxdur. Hər birinə inanın ki, çox vaxt gedə bilər. Appletlər var. Yəni, bura məsəl üçün biz panelə istədiyimiz hansısa bir applet yükləyə bilərik. Məsəl üçün, nə bilim, prosesorun sürətini, tezliyini, bu məsələlər. Bax, burada download bölümünə girdik. Məsələn, CPU yazırıq. Temperatur indikatoru məsəl üçün götürdük. Tutaq ki, və bunu qoşuruq. CPU indikatoru qoşuruq və budur. Bizdə burada artıq göstərməlidir. Sadəcə olaraq virtual olduğuna görə yəqin ki, root adından istifadə. Bəli, virtual olduğuna görə götürə bilmir. Virtual şeydə, belə deyək də, hal-hazırda VirtualBox açdığıma görə yəqin ki, o məlumatları, prosesor məlumatlarını götürə bilmir. Sistem ona, yəni VirtualBox açdığım sistem özü də Linux. Yəni Linux icazə vermir ki, onun içində olan hansısa Linux proqram götürüb məlumatları oxusun. Bu da təbii ki, təhlükəsizliyin təmini deməkdir. Digər məsələlər var. Languages bölümündə biz dilini dəyişə bilərsiniz, sistemin dilini dəyişə bilərsiniz, hər bir şeyin ayrı-ayrılıqda dilini dəyişə bilərsiniz. Region, dil, ingilis və yaxud digər məsələ. Dillər yükləyə bilərsiniz. Baxın, burada install and remove vurursunuz. Hansısa Microsoft'un və yaxud hansısa başa düşülməyən saytların girmək lazım deyil. Azərbaycan dili burada biraz problemlidir. Yəqin ki, yox, hal-hazırda ad eləyək və baxaq nə dillər var. Var burada cürbəcür dillər var. Hansılar ki, hansı dili bilirsinizsə, məsələn, kimsə rusca istifadə edə bilər, kiməsə Linux türkcə lazımdır. O zaman buradan təbii ki, dili dəyişə bilər. Burada görürsünüz, Turkish install eləyirik. Artıq install elədik və artıq bizdə türk dili yükləndi burada. Və install launch pack vururuq. Getdi, artıq pack yüklənir. Davam edirik. Gördüyünüz kimi türk dili packını yükləyir. Və biz növbəti bunu seçirik. Restart verəndən sonra bizdə artıq sistem tamamilə türk dilində olacaq və yaxud hansı dildə istəsəz o dildə olacaq. Azərbaycan dili bilməm burada vəziyyət nə yerdədir. Mən zaten Linux'u ingiliscə işlədirəm və Linux'u ümumiyyətlə ingiliscə işlətmək daha yaxşıdır və həm də ingilis dilini öyrənmiş olarsınız. Əgər bilmirsinizsə, bilirsinizsə lap ideal, lap əla. Digər məsələlər burada təbii ki, nə lazım ola bilər? Ümumən oyun oynayan adamlara bu sistem yaramır. Bu sistem yarayır əsasən təhlükəsizliyi qoruyan, yəni virusdan uzaq olmaq istəyən və əgər kompüterin zəifdirsə, təbii ki, 2 RAM olan, 1 RAM olan kompüterdə də sən Linux'u işlədə bilərsən. Yəni 1 GB RAM varsa səndə əgər, sən swap yaddaş düzəldə bilərsən, swap yaddaş vasitəsilə, məsəl üçün 3 GB swap yaddaş əlavə eləsən, təbii ki, sanki sistem 4 GB RAM kimi görəcək, amma təbii ki, düzdür, orada biraz sürət az olacaq, amma yenə də istifadə eləmək olur. Mouse və touchpad burada, pointer size speed, burada biz deyəsən bunu böyüdə bilirik, mouse böyüdü və yaxud mouse-u çıxırlaşdıra bilirik. Böyük mouse mənə daha çox xoşuma gəlir, çünki belə deyək də, gözə çarpan mousedur. Və burada bütün nastroykalar çoxdur. Nastroykalar çoxdur burada, ümumiyyətcə seçənək çoxdur. Hər birindən əlləşmək lazımdır. Yəni, sistemi istifadə edib, VirtualBox-da istifadə edə bilərsiniz təbii ki. Türk dili yükləndən sonra baxın burada Türk dilini seçirik. Time formatda Türk dilini seçib Amplify eləsək, artıq yəni bu dilə çevirə bilirik və növbəti dəfə kompüteri yandıranda artıq olacaq Türk dilində. Belə uşaqlar, əgər video xoşunuza gəldisə, Linux haqqında nələrsə bilmək istəyirsinizsə əlavə, baxın, burada aşağıda prosesorun məlumatları da çıxır, görürsünüz. Əlavə eləmişdim, görsətmir, amma birini ləğv eləyək. Sistem monitor var, görürsünüz, burada bütün hər şey çıxır. Bunun yerini dəyişə bilərsiniz, bunu, nə bilim, burada qoya bilərsiniz, burada qoya bilərsiniz. Özünüz üçün 5 dənə də start düzəldə bilərsiniz. Məsəl üçün, add new panel vurub, məsəl üçün, burada bir dənə start qoya bilərsiniz. Nə bilim, add new panel qoyub, yuxarıda start qoya bilərsiniz. Bunu buradan ləğv edib yuxarı keçirdə bilərsiniz. Hər şeyi dəyişmək olur, bütün hər şeyi dəyişmək olur və hər bir şeyi edit edə bilirsiniz. Özünüzə görə, belə deyək də, nastroyk edə bilirsiniz. Bura, məsəl üçün, applet əlavə edə bilirsiniz. Hansısa bir, tutaq ki, qırardan sizə istəyirsiniz ki, qırardan sizə nəsə görünsün. Hansısa bir məlumat görünsün. O tapasan gərək, burada appletlər çoxdur, açığı.
Burada download bölümündən baxaq görək nə var. Weather var. Məsəl üçün hava proqnozu olan applet var. Gəlin bir dənə baxaq, yoxlayaq. Weather hara getdi? Sonuncu 3 dənə dolar yəqin ki. Aha, buradadır. Add eləyirik və burada məsəl üçün artıq gördünüz. Hava burada bizə göstərir burada. Yəni bu menyuya, yuxarıdakı, bu sağdakı menyuya artıq yükləndi və hava proqnozunu da Baku Azərbaycan burada göstərir. Çox superdir, bu çox zordur, bilmirəm. Kimlərsə bəlkə deyə bilər, nə danışsan Windows əladır? Yox, Windows həqiqətən də bildiyiniz qədər əla deyil. Windows'u mən uzun müddət işlətmişəm, amma demək olar ki, 2 ilə yaxında artıq Linux sisteminə keçmişəm. Təbii ki, daha öncə də Linux işlətmişəm. Sadəcə olaraq daha öncələr Linux belə çox az funksiyonal olduğuna görə yəni qala bilmirdim, amma artıq Linux elə funksiyonal olub ki, yəni Windows-un yanında bekara şeydir, Windows-un donmağı, Windows-un bilirsinizə Joy ekran hər dəfə çıxır o belənsən. Joy ekran və dırıl deyir, sönür. Kimlərin başına gəlibsə bilir. Onlardan bezmisənsə, buyur. Normal, sakit, stabil sistem lazımdırsa sənə və sən istəyirsən ki, səndə bütün brauzerlər uçaraq işləsin, bütün Google Chrome normal işləsin, nə bilim Firefox bu məsələlər yaxşı işləsin, təhlükəsizliyin də yüksək səviyyədə olsun. Bu zaman sən Linux sisteminə müraciət edə bilərsən, Linux sistemi istifadə edə bilərsən. Kimlərsə düşünməsin ki, Linux sistemini mən istifadə edirəm ki, RAM və yaxud nəsə azdır. Ümumən burada mən göstərə bilmirəm və burada sistem informasiyada zaten görürsünüz ki, burada prosesor məndə elə də zəif prosesor deyil, yəni orta 12-ci nəsil, yəni demək olar ki, ortadan da biraz yüksək segmentdə olan prosesordur və bu prosesorla Windows üzərindən istənilən proqram açmaq olur, amma görürsünüz, yəni istifadə eləmir. RAM-dakı ümumi məndə bu şeydə hal-hazırda bu VirtualBox-da 7 GB, amma belə 25 ya 26 GB RAM var məndə, yəni hansı ki Windows üçün yəni çox ideal bir yerdir ki, yaşasın. Bəli, Windows varım da, ayrı hard diskə varımdır Windows. Sadəcə olaraq hansısa bir oyun oynamaq istəsəm, qoşuram, amma belə Windows-dan hansısa bir, belə deyək də, uzun müddətli bir əməliyyat etmək üçün istifadə eləmirəm. Bax belə. Uşaqlar, mütləq şəkildə fikirlərinizi yazın, mütləq şəkildə like eləyin, kommentləri yazın. Əgər bu mövzularda, belə deyək də, bu mövzularda əyənləri maraq olsa, təbii ki, kanalda bu mövzularda da videolar etməyə çalışacağam. Bu qədər özünüzə müğayət olun, gələn görüşərdik.